Tofiq, səni qızışdırıblar qardaş. Bu ayaqüstü söhbət deyil. Məncə oturaq danışaq. Güc və iradəni təcəssüm elətdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən olan Bizon verilişimizin baş sponsorudur. Gənclərin qələbə əzmini dəstəkləyən Bizon sponsor olduğu hər layihədə öz təsirini gücləndirir. Bizon xüsusi və unikal dadları ilə fərqlənir. Sloqanımız isə Meydan sənindir. Meydan sizindir gənclər. Təşəkkürlər Bizon. Əziz tamaşaçılar, bu əsl şoudur. Bu stand-up şoudur. Düşündürücü zarafatlar. Lavrov list. Hamının kaşlakında var, spora girərəm. Bizim bir grup var, ölürlər Roza xanımın səsindən ötürü. Keyfiyyətli yumor. Akşam nənənin canlısındaydım. Nənəvə bir dənə şir attı. Elza xanımın başına o gül səbətlərini kim qaldırdı qoydu? Bir dənə gülle başlamışdı Elza xanım, bir dənə gülle. Pozitiv və enerji dolu gecə. Çili, qalustuk zat olmuş, saat kimi. Hamı 95 vurub qalustuk oturur. Komedium stand-up şousunda ölkəmizin ilk stand-upçısı, yumor ustası Fərda Amin sizi ürəkdən güldürmək üçün yenidən səhnədə. Salam dəyərli izləyicilər. Aylardır görürsünüz anonsunu. O yüz bu yüz. Nə olacaq o yüz bu yüz? Həyatın onsuz da o yüzü də var, bu yüzü də var. Xəyal o yüzüdür, reallıq bu yüzüdür və s. və ilə axır nə qədər istəsəz sadalaya bilərik. Hər zaman yanımızda olan Bizonun baş sponsorluğu ilə o yüz bu yüz başladı. Qonağımız kimdir? Şəkilləri görmüşdünüz. Hamı elə bilir biz döyüşəcəyik. Fəxrimiz son ayların ən çox danışılan və haqlı olaraq danışılan adamsan, qəhrəmanımızsan. Tofiq Musayev, alqışlarınız gəlsin. Tamaşaçı çəkirik, amma yəni bunu milyonların alqışı kimi qəbul elə. Və onu da deyim ki, mən hamının adından, səni sevənlərin, qələbə və sevinənlərin adından mən yükü üstümə götürüb səni qucaqlamaq istəyirəm. Öpürəm səni. Adam dəmir kimidir, biləsiniz yəni də, biləsiniz. Allah razı olsun. Amma bu şəklini gördün də effektini. Normalda bilirəm verilişlərə çox çağırırlar səni, amma hər şəkildə belə effekt vermir. Ciddi bizim dalaşacağımızı gözləyən adamlar var. Oxuyurdum kommentləri. Qoymuşdum kommentari, mən Instagrama qoymuşdum. Gördüm kommentari döyəcək. Zamat yazır ki, doğrudan döyüşəcəklər, nə eləyəcəklər? Belə maraqlı bir suallar verirlər. Yaxşı, orada SMS-lər vardı. Ver onu birini oxuyum. Yod götürmüsən. Onlara söz vermişik. Yod falan bu. Yod götürmüsən. Vallahi belə o qədər gözəl şeylər yazıblar, SMS-lər. Bu mənim özüm üçün də bir ilkdir. Bunu aylardır hazırlayırdım proqramı. Kimi çağıraq, ilk qonaq, daha rahat söhbət eləyəm. Mənim özümü də istəyirəm tamaşaçılarım biraz başqa tərəfindən tanısınlar. Mən yumordayam. Sənin o yüzünü zaten gördük. O deyirlər, misal tutur ki, sən danışsan, əsas davada deyirlər ki, sən mənim o bir üzümü görməmsən. Biz sənin o bir üzünü görmüşük. Sənin bu bir üzün bizə maraqlıdır, həyat hekayələrin maraqlıdır. Verilişin ilk qonağı olaraq elə mən də sizə çox sağ ol deyirəm ki, belə təşəbbüs buyurur. Verilişin ilk verilişdə elə mənə dəvət eləmisiniz. İnşallah axarlı olsun, davamlı olsun. Çox təşəkkür edirəm İnşallah sizə. Sən də sağ ol ki, bu qədər bu populyarlığın içində, bu qədər dəvətlərin içində qəbul edib gəlmisən. Xoşdur mənə. Səndən dünya danışır. Çox sağ ol. Bizim bu gözəl xırda bal kimi studiyamıza xoş gəlmisən. Çox sağ ol. O yüz bu yüz. Biri yazıb ki, Fərda, biz sənə inanırıq. Şəklinin altında yazırlar. Sən bu döyüşü aparacaqsan. Mənə inanırlar, çoxdur bura. Prosta səni kim gətirəcək, bax bunun dərdini çək. Aparmağına bir aparacaqsan. Bunları zamanla oxuyacağım, çünki onlar özlərini də axtaracaqlar. Bunu kim yazmışdı, deyim sənə? Cavid Oruc. Yox, Cavid Oruc deyildi bu. Faradzadə. Faradzadə, görəcəksən kim aparacaq bugün. Amma əslində doğrudan da zəhmin var. Deyim sənə ki, mən yaşda səndən talan dedim, 10 yaşa yaxın səndən böyüyəm, amma zəhmim var yəni. Bir də bu verilişlə bağlı qara köynək xahiş edəcəkdim səndən. Mən fikirləşirdim, dedim ki, bəs mən yığım Tofiqə. Dedim ki, Tofiq,
qara geyin gəl. Sonra dedim, "Hoş, mən niyə deyirəm onu? Nə olar, nə olmaz, səni tanımıram axı." Atdım onu Rasimin üstünə ki, Rasim sən de. Rasimlə də 3 il işləyirik. Hə, çox Hə, gözəl. çıxdı, getdi çölə qayıtdı, gəldi dedim ki, Rasim danışdın Tofiqlə. Deyir ki, baxmayaraq ki, biz 3 ildir işləyirik, abi, mən onu deyəmməyəcəm ona. Mən ona necə deyim? Yəni o qorxu, xofun yaratmısan. Küçədə, bayırda, hər yerdə onu hiss eləyirsən. Yəni bu sənə bir zövq verir, yoxsa istəyirsən hər kəsə başa salasan ki, məndən bu qədər qorxmayın, mən qorxulu olaraq ancaq misal üçün ring deyirsiz də ora. Mən setka içərisində qorxuluyam. Belə də tam başqa bir adamam. Bax o başqa tərəfin üçün dəvət eləmişik səni. İlk növbədə maraqlı sualdır. Çox sağ olun suala görə. Yəni necə verilişin adı o öz bu özdürsə, yəni bizdə də yəni real tərəf var. Bayaqlar yaxşı vurğuladınız. Bu xəyal tərəf var. Real tərəf odur ki, yəni biz döyüşdə yəni o aqressiyanı göstəririk. Yəni real tərəfi də odur ki, yəni ki necə deyim sizə, yəni biz döyüşdə göstərdiyimiz aqressiyanı, yəni cəmiyyətdə kiməsə göstərmirik. Yəni biz çalışırıq ki, bu idman növünə bizə baxıb gələn insanlar var. Biz o rəğbəti qazanmaq asandır, onu qoruyub saxlamaq çətindir. Bəli, bəli. Yəni bəzən istəmədiyimiz problemlərə düşürük, hamımız problem yaşayırıq, amma necə deyim, biz bu həyatı necə deyim, istədiyimiz kimi yaşamırıq, həyatın istədiyi kimi yaşayırıq. Onun üçün də biz ailəmizi və övladlarımızı düşünən adamlarıq, biz belə problemlərdən Artıq əski şərh yazmazlar sənə. Sən biz yəni, deyilik. artıq əski üzr istəyirəm, bəzən Yəni də belə zarafatsan. Artıq aydın yox, məsələ ki, zarafat artıq heç deyəndə yaxın bəzən getmirəm. insanlar var ki, özünü sosialdan da belə olsun yaxın hiss eləyirlər. Bəzi insanlar var ki, yəni ağlı, şuuru, düşüncəsi olan insanlar yəqin ki, mən düşünürəm ki, negativ enerji var, müsbət enerji var da. Necə ki, kimsə kiməsə negativ enerji götürürsə, müsbət enerji götürürsə, o da onun düşüncəsindən. Mən burada o qədər komment var, altda yazıblar. Mən bir dənə orada səninlə bağlı zarafat görmədim. Hamı mənlə zarafat eləyir, bildik. Hamımızı gördüm orada, gördüm orada yəni. Yumor insanı olduğuna görə indi ola bilsin ki, səndən zarafat edirlər. İndi Gördüm, fikrin hə. nədir? Auditoriya mənim Yox. üstümdə. Çəkinirlər də. Yox, yox, Yenə deyirəm. əslində mən deməzdim çəkinirlər, hörmət edirlər. 3 ilin Rasim deyir ki, mən işdən çıxacağam. Mən yığım Hə, ona qardaş, deyim elə ki, şey olar. qara geyindir sözü mən Tofiqə necə deyim? Ha dedim deyən konsept budur da. Ya elə Tofi ilə ömrü boyu qara günlü olub da, qara geyinirlər. Estağfurullah. Tofi elə gözünə sandan elə dünyaya əziyyət çəkir də, yəni. Allah həyatda qalmaq üçün mübarizə. Allah əziyyətini Sağ qiymətləndirsin olun, inşallah. çox O sağ haqqda bütün mövzulara toxunacağıq. Bir müsahibəndə eşitdim ki, deyirsən ki, hamı soruşur ki, Tofiq, nə qədər pul aldın? Tofiq, pulu nə etdin? Heç səhhətindən maraqlanan Sən bu sualı yoxdur. versən dalaşacaq da biləsən. Yox, yox, yox. Mən elə o əslində haqlısan. Aha. Yəni, heç kim səhhətindən maraqlanan yox, əlindən maraqlanan yox. O sənin o şəkildəki sirin sifətin, qan dedim ay Allah, insan doğrudan da yəni qələbəyə gör nə qədər suyar insan ki, bir yerdə təslim olma, orada bəlkə də 4-5 saniyə olub ki, bitirə bilərdin orada ki, çünki özün də hiss edirsən bu qan sənin qanındır. Amma səni təbrik eləyirəm və mən sənin birbaşa səhhətinlə maraqlanmaq istəyirəm. Əlin necədir? Özün necəsən? Şükür hal-hazırda demək olar ki, karseti çıxarmışam. İndi hal-hazırda fizioterapiyaya belə proses davam eləyir. Görək qurban olmalı, bu yaxınlarda görək travma. Allah tezliklə sağlığa qovuştursun səni inşallah. Yenidən səni görək ringlərdə. O öz yerində. Pulu neynədin Tofiq? İnan ki, hələ pul gəlin mənə çatmır. Yəni gəlməyib də o. Ay cəmaət, gəlməyib hələ pul. Ya almısansa, xərcləmisənsə onu da onsuz da pul sənindir. O pulun yarısını İşte maraq sağlamlığıma öldürür ki- istifadə edəcəm. Narahat olma. İçim gedib, canım gedib, yəni. Onun necə yeri də var ki, hara xərclənədir. Bəli. Allah billah, yenə deyirəm, bu işin zarafat tərəfi mənim işim budur, amma nə qədər sənə mükafat verilsə azdır. Allah razı olsun. Biri var özün üçün döyüşəsən, biri var ki, bizim bayrağın altında və ən mötəbər yarışda bizi təmsil eləyəsən, ona görə nə qədər qazansan azdır yəni. Yəni mən düşünürəm ki, mən ömrü boyu millətimə, xalqıma yəni xidmət eləmişəm. Həm bir hərbiçi kimi, həm bir müharibə veteranı kimi. Əsl Azərbaycan oğlusan. Həm də deyərdim ki, bir Azərbaycan döyüşçüsü kimi. Yəni mən ömrü boyu dövlətimə, vətənimə xidmət eləmişəm. Bundan sonra da xidmət eləməyə özümə borc bilirəm. Yorulmayasan ay Tofiq. Ən əsası odur ki, yorulmayasan. Gəl sən uşaqlığına biraz toxunaq. Mən çünki baxdım sənin müsahibələrə və sənin o tərəfdən
tanımaq istəyənlər əminəm ki, mənim qədər də çoxdur. Çünki mən də səni yenicə tanımışam verilişə dəvət eləyəndə. Sahil qəsəbəsində doğulmusan, Primorskdə. Varmı orada indi uşaq vaxtı futbol oynadığın uşaqlar, nə bilim avtomat oynadığın uşaqlar, əlaqələriniz varmı, yoxsa mənim də o barədə günüm qaradır. Çünki uşaqlıq dostları nə baş yersən, oradan buradan sözlər yerə çatır ki, Fərda şişdi, Fərda dayı bizi saymaz filan, amma deyə bilmirəm ki, hekayələr ayırır da bizi. Çünki o vaxt bir yerdəydik, indi ayrıyıq. Səndə necədir vəziyyət? Mən sən deyim də Fərda, yəni mənim üçün keçmiş olmayan insanın gələcəyi olmur. 100%. Yəni Orası elədir. mən bu cürlə yanaşıram. Yəni mən bugünkü günə də uşaqlıq dostlarımla sıx əlaqədəyəm. Mən hər həftə demək olar ki, 2 həftədən bir həftədən bir mən gedirəm Primorskiyə. Ay Yəni maşallah. yəni atam orada dəfn eləmişik. Gedirəm mən baş çəkirəm. Allah rəhmət eləsin. Qardaşım da orada yaşayır, ölənlər bizə rəhmət. Yəni gedirəm, dəyirəm, gəlirəm, maraqlanıram. Mən yəni o münasibəti itirmirəm heç vaxt. Yəni onlar mənim uşaqlığımın xatirələridir. Orada mənim sinif yoldaşlarım Onların var, içində dostlarım var. uşaq vaxtı ən çox məsəl ya döydüyün, ya qorxduğun var o uşaqların içində. İndi Ya böyümüsünüz. mən uşaq vaxtı doğrudan mənim elə Dalaşqan olmusan, qaçağan. Mən qaçağan olmuşam, açıq deyim. dalaşqan olmuşam. Dalaşqan olmusan. Dalaşqan olmuşam. Elə mənim sinif yoldaşlarım da, dostlarım da onu təsdiqləyir. Mən uşaq vaxtı çox dalaşan olmuşam doğrudan da. Amma bugünkü gündə dalaşdığım adamlarla yolda, izdə rastlaşanda yəni utanıram doğrudan da. Deyirlər ki, elə dəyişilməmisən. Sən indi gör o Eyni dalaşmağınla da adam var deyir ki, məsələn nəyinəsə qabağa gedir. Sən deyir elə uşaq vaxtı necə dalaşırdınsa, elə dalaşmağınla da gedirsən. sən indi onunla rastlaşanda gör o hansı hisslər keçirdi də. Ki, görəsən mənim tanızı tanımadı Tofiq. Yox, tanıyırlar, sağ olsunlar. Yəni elə efir vasitəsilə elə mən elə orada yaşayan camiyə, yəni orada Biz də salamlayırıq Tofiqin bütün dostlarını. Həm dostlarımı, həm Allah yaxınlarımı, sizi sinif mehriban eləsin. yoldaşlarımı, dostlarımı hamısını salamlayıram. Doğrudan da yəni bir insan uşaqlıq xatirələri, böyüyüb başa çatdığı yer tam başqa bir şeydir. Yəni o yeri bilirsən necədir Fərdə, hardan başlayırsansa əvvəl-axır orada qayıdırsan. 100%. Yəni bu həyatın orası elədir, qanunudur. orası elədir. Yəni Yəni o şeyləri yaddan çıxardan adam mən düşünürəm ki, həyatda heç nəyə nail ola amma orada bilməz. başlamısan da idi mənə. Bəli, bəli. Hansı növlə Mən başladın? karate ilə başlamışam. Sonra boksla məşğul olmuşam, sonra güləşlə məşğul olmuşam. Birinci həvəs idi, yoxsa məsəl üçün olur da, mən uşaq vaxtı getmişəm pianinoya. Hə. Sonra getmişəm mən qarmona, sonra getmişəm karateyə. O mən onun stand-uplara da toxunmuşam. Valideynlər ki, bizi ki böyüdür, böyütdükcə istəyir ki, məsələn nə dəbdədirsə mənim uşağım da onunla məşğul olsun. Ona görə mənim məsələn çox məşğuliyyətim olub da. Yəni pianino, qarmon, karate, nə bilim kickboks, axırda gəldi olduq Sən stand-up. qatıb qarışdırmısan. Aydın da, hə. Mən yox, mən uşaq olmuşam, məni aparıb qoyublar. Yarı-yarımçı. Yox, məni idmana qoymayıblar. Yəni Mən özüm məsələn, getmişəm. mən pianonu əzbərləyirdim, notu qoyublar qabağıma. Ağlaya-ağlaya ki, üçün soruşacaqlar axı ki, pul verirsən, gedirsən pianoya, ifa ilə notla əzbərləyirdim. Bilirdim ki, mənim deyil. Və ilk dəfə ringə girəndə, nə bilim bir zala girəndə, nə bilim yəqin ki, bir adjımaniyası olsun, qaçış olsun, birdən-birə heç kim anadan idmançı da olmur ki. Bəli. Və orada onu hiss elədinmi? Oyda mən ömrümü buna həsr eləyəcəm. Onu da vaxt hiss elədin. Orada mı hiss elədin yoxsa Bakıda? Deməli mən uşaq vaxtı karatəyə gedirdim. Yəni mənim valideynlərim heç bir aparmayıb ona. Özümdə həvəs yaranıb getmişəm. Yəni mənim əlimdən tutub valideynlərim idmana aparmayıblar. İndi də bu mənim döyüşlərimə evdəkilər baxmırlar. Yəni elə yəni Mən ağır onu proses. soruşacaqdım ki, doğmalar necə baxır? Ağır prosesdir. Bir dənə maksimum döyüş qutana kimi birinci növbədə yəni anamı yığıram ki, vəziyyəti yaxşıdır, narahat olma hər şey. Əllərindən öpürəm. Çox sağ ol. Allah can Allah sağlığı bütün versin valideynlərə anamıza. can sağlığı versin, ölənlərə Allah rəhmət eləsin. Yəni ilk növbədə birinci yığacağım, yəni valideyndir ki, narahat olma, hər şey yaxşıdır, travmam yoxdur və yaxud da travmam var. Soruşa da bilmir ki, oğul yaxşısan, Hə. çünki sən görürük ekran. Yox, sıravi görüntülü yığıram ki, hər Oy, şey hər yaxşıdır, şey qaydasındadır. Qoymuram heç bu döyüşlərə baxmağa, baxmırlar. Yəni İndiyə qədər də bax- istəmir. baxar. Hə? döyüşə baxan qardaşımdır. Yəni o da ki 50 dəfə cavan uşaqdır, təzyiqə qalxır, düşür, nə bilim belə də qardaş necə olar da? Qardaşın orada Sənə vuruşur. qan bağı olmayan adamlar Hə. sənin döyüşündə o Bəli. cür həyəcan keçirdirsə, gör doğmalar. Bəli, bəli. Hansı Yəni həyəcanlı olur. düzdür, ağır prosesdir, çətin yoldur, amma qürur verici yoldur, fəxr olunası yoldur. Doğrudan da sən elə bil ki, sən bu millətin üzüyünün qaşısan, sanki elə bil ki, sahil qəsəbəsinin, Xəzər dənizinin oradan çıxıb gəlsən, elə bil ki, okeanın o başında orada döyüşürsən. Dünənlər Xəzərdə çimən adam bu gün okeanın o başında mübarizə aparır. Aynen. Yəni necə deyim, mən üçün fəxr Möhtəşəmsən. edirəm. Qürur duyuram ki, ölkəmizi, bayrağın kim qaldırırsa,
Yəni mən o insanlardan qürur duyuram. Nəinki Tofiq olsun, yəni ölkənin, millətin bayrağını, kimlər ki öz millətini qıraq ölkələrdə tanıtdırırsa, mən o insanlardan qürur duyuram, fəxr edirəm. Biz də səndən qürur duyuruq. Çox Ona sağ ol. əmin ola bilərsən. Tanındıqca, populyarlaşdıqca və sən o dediyin sözlərin arxasında dayandıqca aydın məsələdir ki, paxıllıqdır, qısqanclıqdır. Bu qaçılmaz bir şeydir. Nə qədər danışsan da bunları bir-bir tutub başa salsan da ki, mənim döyüşüm sizlə deyil. Mən bu idman növünü sevirəm. Mən bayrağımı təmsil edirəm, ölkəmizi, sənin də vəsiqəndə daşıdığın o ölkənin bayrağını təmsil edirəm. Bu nə paxıllıqdır, bu nə qısqanclıqdır. Bunu başa salmaqda, yəni sənə mane olurmu bu gedişatda? Çox Bax bilirsiniz. çünki bilirəm ki, Fərid, yorucu mən bir şeydir də o. verilişlərin birində dedim. Yorucudur. Yəni elə bir insan yoxdur, istər aktyor olsun, istər biznesmen olsun, istər idmançısı olsun, istər iş adamı olsun. Elə bir insan yoxdur ki, sosial şəbəkəyə girməsin. Hamı ordadır. Təbii ki də, yəni hamı baxır, maraqlanır. Fake səhifə də olsa girir, maraq öldürür axı. Yəni bilirsiz Görüm necədir? Negativ enerji ötürmək lazım deyil bugünkü gündə. Bu gün Fərdanı da istəyənlər var, Tofiqi də istəyənlər var, Fərdanı da istəməyənlər var, Tofiqi də istəməyənlər var. Bilirsiz necədir? Əgər ola bilər şəxsiyyət olaraq mən kimisə xoşuna gəlməyim, idmançı olaraq kimisə zövqünə uyğun olmayım. Amma bir dənə şeyi düşünmək lazımdır ki, bu günləri istər Fərdi olsun, istər Tofiq olsun, bu ölkəni tanıtmaqdan ötürü can qoyursa, bir mənalı olaraq, yəni o insana hörmət bəsləmələri, yəni şərtdir, mütləqdir. Ki, yəni bu insan keçib getmək kimi bir funksiya var da. bəli, yəni Keç get, bir toxunma. necə deyim, bir müsbət enerji ötürə bilmirsənsə, neqativ enerji də gəlir ötürürsən. Oxuyursanmı gələn şərhləri, nə bilim, Təbii ki də biz də yazılan SMS-lər? insanıq ki, baxırıq görürük kütlənin, camiyənin bizə qarşı Fikri nədir? fikri nədir. Yəni hamısına hörmətlə yanaşırıq təbii ki. Yəni biz kiməsə nə neqativ enerji ötürən deyilik, nə də biz çalışarıq ki, insanlara, cəmiyyətə bizim bir faydamız dəysin. Bu günləri cəmiyyətdə bu gün bir ağla pərdə arxası elədiyimiz söhbətlər əsnasında demək istəyirəm ki, bu gün 5 nəfəri, 3 nəfəri biz ətrafımızda olan insanları cəmiyyətə faydalı şeylərə sürükləmiriksə, yəni bu cəmiyyəti kim düzəltməlidir? Məsələn, Demək ki, biz heç öz işimizdə də xidmətdə deyilik. bəli. Yəni bizim işimiz xidmət eləməkdir, ölkəmizi, bayrağımızı layiqincə təmsil eləməkdir. Biz bu sahədə, yəni bu cavan nəsil bizə baxıb idmana gəlirsə, biz bunlara nümunə olmalıyıq və bunların Məncə yetərincə döyüşmüsən, yetərincə nəticələrin var və biz onun o inşallah yetərincə- mükafatını alacaqsan, ona əminəm. İnşallah Allahın köməyi ilə. Yəni yetərincə də bizə diqqət var, qayğı var. Çalışırıq ki, biz ölkəmizdən də, ölkəmizin prezidentindən də, cənab prezidentimizdən də razıyıq və cənab idman Bəli, naziri, sözsüz. cənab bizim bugünkü gündə cənab nazirimizdən də çox razıyıq, Gənclər və İdman nazirindən. Yəni bizə dəstək olur, bizə diqqət göstərir. Sağ olsunlar. Biz də Şükürlər onların olsun. sayəsində ayaqda qalıb ölkəmizi, bayrağımızı layiqincə təmsil edirik. Sən diqqətə layiq olduğunu döyüşlərində göstərmisən. Ona görə də təşəkkür edirəm mən də sənin Çox adından, sağ ol. sənə dəstək olan kim varsa və bundan sonra da dəstəklər davam eləməlidir. Sözsüz ki, İnşallah. sənə stimul versin. Sən deyirsən 3 ay, 5 ay gedirsən, hardasa döyüşürsən, adam 3 saat evindən çıxır, bir narahat olursan ki, bir dənə zəng vurum görüm, nəsə lazımsa qaydanda alım, amma istənilən halda rahatlaman lazım. Çünki biz səni və sənin kimi qələbi Azərbaycanımızla döyünən kimlər varsa, bütün o oğlanları, xanımları, idman sahəsi, istənilən sahədə biz onların arxasında dayanmalıyıq Allah millət sağ olaraq olasın. Çox ki, sağ ol. haydi irəli, biz buradayıq, qələbələrimizi gözləyirik yəni. İnşallah. İnşallah da tezliklə sağalasan və İnşallah. ilk puluvu nə vaxt qazanmısan? Mənə çox maraqlıdır. Çünki bu idman növü elə bir idman növüdür ki, bu hədsiz aqressiya istəyir də, bir əsəb istəyir, bir bəlli bir nöqtə var. Mən ora gələcəm, onu görəcəksiniz kimi bir altyapısı var bunun. Və o Heç bir- ilk pul, ilk qazanc, nə işləmisən? İdmandan qazanmamısan da yəqin ki ilk puluvu. Yox, Əlavə işlər də olur ki, olur. misal üçün, yəni işlədiyim dövrlərdə olurdu oradan. Mən yəni bunu necə heç utanmadan, çəkinmədən deyirəm. Vallahi deyirəm ki, məni tanıyan insanlar bilir. Mən idmana doğrudan da can qoymuşam. Yəni həm millətimi, bayrağımı layiqincə təmsil eləməkdən ötürü mən qarşıma Ondan məqsəd heç kimin şübhəsi qarşıma yoxdur, mən əminəm. məqsəd qoymuşam Fərdə. Yəni olub ki, doğrudan da mən bir dənə dönərlə gəlirdim, yəni zalda yatırdım. Mən quruşaların arasında yatırdım ki, Ay ay ay. gəlirdim, mən o ən kasıbçılığın ən dibini görmüşəm. Dönər möhtəşəm yemək. Yəni- Onu kim icad eləyibsə, alqışlayıram onu oradan. Çoxumuzu qurtarıb. O bizim karyeramızın kökündədir dönər. Allah, əsas da toyuq. Yəni, O
Ət Yəni- biraz baha olurdu. Toyuq Yəni, həmişə sən əl o çatan- yumor hissinə toxunursan. Doğrudan da bu günləri bilsən necədir? Çönüb arxaya baxanda baxırsan ki, doğrudan da mən nələrdən keçmişəm. İnsan bəzən deyirlər, insan özündən o razılıq əlaməti var. Mən onu elə qələmə verməzdim də. Bir insan öz-özündən necə narazı öz ola bilər? həyatından danışanda razı olmalısan da. Çünki sən döyüşə-döyüşə gəlmisən axı bu yerə Bilirsən qardaş. necədir? Bax, insanın həyatını qıraqdan necə deyim, analiz eləmək çox rahatdır. Amma bəzən bir insanın həyatını yaşamaq, onun yerində olmaq ən çətin bir Ən şeydir. çətin odur, Yəni bəli, birini başa düşməkdən ötürü, birinin probleminə şərik olmaqdan ötürü gərək o problemi sən yaşayasan ki, onu kimi yaşayasan ki, onu başa Ən düşəsən. azı biraz onun hekayəsinin biraz Bəli. əvvəlini görəsən. Bəli. Biraz hardan gəlir? Yəni necə mən gəlir, ən bunu- pikin görmüşəm. Yəni Fərdə deyim ki, mən heç də xoşluqla gəlib bu yerlərə çıxmamışam. Yəni əziyyətlə, zəhmətlə, cırmaq-cırmaq mən gəlib çıxmışam bu yerə. Yəni olub, fəhləçilikdən belə işləmişəm. Amma Orada da yəni sahil bəli, qəsəbəsi. yəni mən qarşıma məqsəd qoymuşam da. Yəni qarşıma məqsəd qoymuşam ki, mən məsəl üçün camaat gəlib 9-da 10-da məşqdən gəlib evdə yatanda mən 11-12 hələ mən yol gedirəm evə çatmaqdan ötürü. Yəni Yəni işdən marşrutlarda, gəlirəm, hə. yəni marşrutlarda, orada, burada, yəni belə amma harda işləmişəmsə, yəni onunla belə paralel mən məşqimi heç vaxt saxlamamışam. Pastayanla məşq etmək. Məni tanıyanlar da bilir. Bu gün mənim əlimdə travma var. Yəni mən əlimdə travma ola-ola mən yenə də məşqimi saxlamıram. Yəni pastayanla mən məşqimi eləyirəm. Hə, bayaq da onu qeyd Yəni elədim siz ki, necə deyil? hətta bu gün səhər-səhər də elə məşqdən Bəli, çıxacağam. yəni bir məqsədə çatmaqdan ötürü mən düşünürəm ki, insan var məqsədə çatır, orada dayanır. Yəni mən bu həyatı körpə uşağın həyata gözünü açmağı kimi analiz eləyirəm. Həyatda inadkar olmaq lazımdır. Nəyəsə çatmaqdan ötürü inadkarlıq olmasa, o Mümkün deyil, inadkarlığın yəni. içində xarakterdir, necə deyim, arzuya, məqsədə çatmaq, hər bir şey onun içində, o inadkar sözün içində necə deyim, o varlıq olaraq, toplum olaraq onun içində də hər şey. o Bir-birindən inadkar- ayrılmaz bəli, hissələr də bəli, olar. ayrılmaz Hamısı bir hissələr. yerdə olanda tam olur o. Bəli. Onun İlk pılıvı demədin. Nə qədər Amma ilk qazanırsan, onu pulumu- nə etmisən? olub da, yəni 50 manat olub, indiki pulla, nə bilim, biz o vaxtı Şirvan dövründə. Şirvan dövrü idi, hə Bəli. bizdə. Ay gənclər, siz pullar görməmisiniz, Şirvanlar. Çörək Başqa növbəsində şey. dayanmayan adamlar, yəni mən onu da görmüşəm hətta. Çörək növbəsini də Hə, gördünüz. bəli, onu da görmüşəm. Ay Allah. İnan məni səhər deyim sənə hekayə, balaca bir toxunum var, bəlkə səndə də var o hekayələrdən. Bilirsən də səhər saatı 5-6-ya işləmiş gəlirdi çörək Hə. və o anda da mən də təzə-təzə çox balacaydım da, nə bir oxuyardım 9-da zətdə belə. Və bizim evin yaxınlığı deyildi. Yolkalıq deyilən bir yer var Əhmədlidə. Onun arxasında köhnə Sovetin Novostroykaları vardı. Onun altına gəlirdi çörək. Mən evin tək uşağı, oğlan uşağı get tezdən 6-ya işləmiş orada olmaq lazımdır, növbə tutmaq lazımdır. Sizdə O də eynən bizdə kuponla kimi idi. pekarlı. Hə, Getməsən. Ay sənə ora getməli idi ki, növbə tutmalısan, çörək Bəli. alıb gəlməlisən. Bizim ona görə mən heç vaxt yaxınlarda yoxlatdırmamışam. Bəlkə də məndə şəkər də var, təzyiq də var, hər şey var. Ona görə dönər çox istəyir bizə. Anladım. Odur da bəs onun oradan gələn artıqdır. O yolkalığın içi ilə indi yığışıb küçə itləri. Yolkalığın elə bil ki məni gözləyirdi o itlər ki, hə Fərdə gedir çörək almağa. İnan Allaha yolkalığın içindən gedib ora çatana kimi inan su içirdim, bilmirdim hara gedir qorxudan. Çünki 6 yaş işləmişsə qapqaranlıqda 9-cu sinif uşağı, boy balaca, qorxudan ki nə var hamı çörək yeyəcək. Oturaq ac olaq, amma mən evdə olum da və o qorxuları keçmişik. Ondan sonra gəlibsən kim o da dönər olanda əlbəttə. Ondan əl çəkməzsən də. Yox, olur belə çətinlik dövrlər çox olub məndə. Yəni o Əziz tamaşaçılar, bu əsl şoudur. Bu stand-up şoudur. Düşündürücü zarafatlar. Lavrov list. Hamının kaşlakında var, spora girərəm. Bizim bir grup var, ölürlər Roza xanımın səsindən. Keyfiyyətli yumor. Axşam nənənin canlısındaydım. Nənəvə bir dənə şir attı. Elza xanımın başına o gül səbətlərini kim qaldırdı qoydu? Bir dənə güllə başlamışdı Elza xanım, bir dənə güllə. Pozitiv və enerji dolu gecə. Çili, qalustuksa hamısı saat kimi, hamı 95 vurub qalustuk oturur. Komedium stand-up şousunda ölkəmizin ilk stand-upçısı, yumor ustası Fərda Amin sizi ürəkdən güldürmək üçün yenidən səhnədə. səsləri
şükür Allahın buyruğuna. Yəni Bakıya nə vaxt gəldin əzizim? Neçənci mən ildə gəlmisən? arsa deyərdim ki, bir Primorskda yaşamışam, sonra köçmüşəm bura. Demək olar ki, bir 7-8 ildir mən artıq şəhərdə yaşayıram. Onunla paralel, yəni mən Primorskda böyüyüb başa çatmışam. 7-8 ildir cəmi gəlmisən Bakıya. Bəli, bəli, 7-8 ildir mən Bakıdayam. Orada idmançı kimi tanındın, köçdün, Yəni gəldin mən Bakıda. hətta mən Rizinin Grand Prix-sini udanda 2019-da, yəni Primorskda yaşayırdım. Yəni ondan sonra döyüşə, vuruşa, yəni özümə biraz şərait yaradandan sonra. O dediyin döyüş Bakıda oldu da. Bakıda oldu, Yox, sadəcə yox, mən itki Yaponiyada getdin, vuruşdum, Ha. Yaponiyada. Yəni mən vuruşmuşam 30 min, 40 min, 65 min insanların qarşısında vuruşmuşam. 3 mərtəbə stadion olub, ağzına kimi dolu olub. Saitama kimi arenada vuruşmuşam. Yaponiyada bu günləri bizi istəyirlər. İndi hal-hazırda efir vasitəsilə demək istəyirəm ki, bu yaxınlarda Yaponiyaya bir iş səfərimiz var. Sağ-salamat. İnşallah, Uğurlar olsun sənə qardaş. Yaponiya publikasından görüşlərimiz var, nəzərdə tutmuşuq. Sponsor əlaqələrindən bizim orada işlə bağlı belə Bizim sponsorlar biraz tez tərpənməsə aparacaqlar Tovridə. İnşallah. Mən belə hiss edirəm və əminəm ki, o sponsorun çıxmağına ehtiyac yoxdur, artıq onlar var. Sadəcə kontakta keçməlidirlər səndən və əminəm ki, bəlkə də arxayındılar ki, yəni Tofiq elə qardaşımızdır. Bu gün sabah, amma əmin olun ki, hər dəqiqənin, hər saatın öz hökmü var. Bəli. Çünki adam çox qələbənin zirvəsini yaşayıb və bizə yaşatmısan. Və onun da qarşılığında hər kəs iş adamları izləyirlər. Nəinki öz ölkəmizdə, dünyanın hər bir yerindən adamı izləyirlər. Mən girdim səhifəsinə baxım ki, görüm şərhlər falanlar, digər şəkillərə baxdım. Orada bizim qədər xarici vətəndaşlar var. Yaxşı ki, o tərcümə var. Vurdum, baxdım, hamı səni başqa cür sevirlər, yəni. Yəni deyərdim ki, Yaponiya publikasında bizi daha çox istəyirlər. Amerikada da tanıyırlar. Amerika publikası, Amerikanın yerli idmançıları, UFC-də döyüşən idmançıları 90%-dən münasibətimiz var, əlaqəmiz var. Yəni biz gözümüzü açandan elə illərdir bu sahədə əziyyət çəkirik, döyüşürük. Yəni mənim bir dəstək xəttim olub, yəni Azərbaycandan başlamışam döyüşə. Yəni Qafqazda bir çox təşkilatlarda döyüşmüşəm. Fight Nice olub, Axmat olub. Yəni Kitayda döyüşmüşəm bir neçə orqanizasiyalarda. Sonra üst tutmuşam Amerikaya, Bellator kimi təşkilatda vuruşmuşam. Yaponiyada 36 illik, yəni məsələn ümumi karyeram 25 il falan var, 20 il var. 20 il içərisində bu qədər döyüş və davam eləyir. Bu qədər də Yəni planlaşdırırıq görə bir ən aşağısı bir 3-4 il vuruşmağı planlaşdırırıq elə. İnşallah. Allah sənə ömür versin, can sağlığı versin, huzur versin, rahatlıq versin. Həm maddi, həm mənəvi ki, istədiyin o hədəflərə bilirsən ki, o hədəf bitmir də. Zirvə idmançı üçün, ümumiyyətlə sənət adamı üçün, yaradıcı adam üçün zirvə bitmir. Bir yerə gəlib çatırsan, sən daha yaxşısını eləyə bilərəm, daha yaxşısını eləyə bilərəm. Əsas o ideya varsa, o istək varsa insan canında, qanında, Allah bizim canımıza dəyməsin, sağlamlığımıza dəyməsin. İnşallah biz ölkəmizə və millətimizə daima qələbələr bəxş eləyə bilək. Amin inşallah. İlk, yəni Primorskda olub, yəqin ki, beləsə. Dalaşdığın adam ki var, ilk dalaşdığın, idmana gedəndən sonra qəribə bir özgüvən gəlir axı adama. Və ummadığın adam gəlib səni döyür. Elə şey olub həyatında. Səndə çox böyük bir iz buraxıb o adam ki, ola bilmir. Deməli, mən hələ dəqiq məşq eləməmişəm. Deməli, mən hələ təzə başlayıram. Olub elə şey həyatında. Səni idmana bərkimək və ki, mən günə bir dəfə gedirəm, 3 dəfə gedəcəm. Kimdən məndir? Olub elə bir şey. Məktəb vaxtı olub. Məsələn, ora aparmaq istəyirəm ki, o 100% olub da. Yəni, belə bir maraqlı hadisə danışım. Məktəb vaxtı olub, tez-tezə idmana gedirəm onda. Yadıma düşmüşkən qoydu. Deməli, bir paralel sinifdən bir nəfərlə uşaq olmuşam da, yəni. Aramızda mübahisə düşdü. Bir sinif yoldaşı da dayanıb böyründə. Mən fikirləşirəm ki, mən bununla dalaşsam, bu ayıracaq da bizi. O da bir yekəpər bir dənə uşaqdır. Elə oldu ki, mən bununla dalaşanda o da zundu mənim üstümdə. Təşkilədlərsən. İkisi mənə bizə necə döyürlər. Yəni, məktəbdə müəllimlər zadlar cavab alıblar əllərindən. Bir dəfə də olub, yəni, idmana tez-tezə gedirəm, yarışlara tez-tezə çıxıram. O deyir, yəni, özgüvən. Onda yeriş zat da dəyişir. Yeriş zat dəyişir. Dəyişir də. O səndə olar. Korona dəyişir. Allah dəyişir. Deməli, uşaqla mübahisəm düşdü. Uşağa bir dənə təpik vurdum, ürəyə getdi. Çənəsinə dəydi, vurdum təpiklə, çənəsinə dəydi, ürəyə getdi. Sən inanırsan ki, indi bunun valideynləri zadı mənə axtarır, qonşudur özdə.
İnan ki, mən səhər çıxmışam evdən, qaçıb gizlənmişəm. İnanırsan, evdən məni axtarırlar. Gecə saat neçədə, qorxumdan evə də gəlmirəm. Prosta vurdum, ürəyə getdi də. İlk dəfə təpi yatasan da sənə Yəni bilmirəm də, indi elə bildim öldü, başa düşdün necə? Birinci dəfədir belə bir şey oldu. Təpiyi vurdum, gördüm ilk ürəyi. tibbi yardımdan da göstərmi çıxdılar. Uşağam da, qorxdum, elə bildim nəsə oldu, başa düşdün necə? Bilmədim necə eləyim. Əlimi üzünə zadına belə vurdum, gördüm ayılmır, başa düşdün Yox, necə? sən sağ mən salamat, mən getdim. Qaçdım. Oradan qaçdım. Səhər çıxmışam evdən, da gecə ilə da bütün aləm deyir bir-birinə ki, bu uşaq hara getdi, hardadır, necə? Akası uşaq özünə gəlib, ayılıb, ora. Başıma belə bir Bağışladı səni ki, hə, Ya sonra gəlmişəm, atası da deyir ki, məsələn, utanmırsan, sən uşağı niyə belə vurmursan belə? Deyirəm, amma indi bilməmişəm də, valla. Bəs mən bu 50 də- təpiyi kimi atım, qonşuya atmayım, kimi atım. 50 dəfə üzrxahlıq eləmişəm. Yəni olub belə uşaq vaxtı. Ondan sonra evdə də başa saldılar ki, yəni uşaq olmuşuq da. Yəni idmana gedirsənsə, bu gücü yarışlarda göstərmək lazımdır belə elə. Yəni elə o vaxtdan elə valideynlərin bizə göstərdiyi diqqət, qayğıdan sonra elə biz elə ancaq bu gücü saxlayırıq ki, elə ancaq yarışlarda istifadə edək. Maşallah olsun. Pul nə elədin, Tofiq? O pulun çünki mənə Fərda. şəxsimə də yazıblar. Almamısan da dəqiq onu. Yox, mən Fərda o pul gəlsin, inşallah bir yerdə xərcləyək. Amma inşallah. Yox, mənim o pulda gözüm yoxdur. Ya gözün Mən- yoxdur, onda mən 2 Nə- dəqiqədən bir o sualı niyə versin? Nə atarsan kartıma? Yox, onu demə. Hamının marağında bir şey da səni o sual sirkələyib, gedib o Yox, bu müsahibəndə bizim danışmısan ki, mentalitet ay qardaş, bu olaraq. mənim canımla maraqlanmır. Ya bu mentalitet Almayıb hələ, pul almayıb. Mentalitet olaraq, Amma maraqlı da. Hamı elə- Görəsən nə qədər pul oldu. Sən də yaxşı başladın. Elə birinci əlimdən başladın, sonra cibimdə qurtardın. Bir o qalıb ki, cibimə girəsən. Nə olur? Salamatçılıqdır. Yox, olmağına salamatçılıqdır qardaş. Öpürəm səni. Və sənin Bakıdakı ilk yarışın. Yoxsa sən birbaşa elə getdin Yaponiyaya? Azərbaycan Yox. birinciliyi ilə başlamısan, yoxsa Yəni mən burada Yaponiyada. başlamışam, burada yarışlara çıxmışam. İlk peşəkar karyeram var. idmandan pulu bu nə vaxt qazanmısan? Çünki bu idman ilk döyüşüm Azərbaycanda peşəkar oldu. idman o demək ki, sən başqa işlə məşğul ola bilməmsən də, düzdür? Yox, Ancaq mən idman. Xırda demək olar ki, Azərbaycanda Respublika çempionatları, sonra beynəlxalq turnirlərdə iştirak eləmişəm. Sonra Rusiyada, Qafqazda, bir çox ölkələrdə döyüşmüşəm. Sonra üst tutmuşam okeanın o bir tərəfinə. Kitayda vuruşmuşam. Oradan səni Yaponiyada gördülər vuruşmuşam. də, yəni özləri dəvət elədilər. Bir söz ki, necədir, Fədə? gəl yoxsa- Məsələn, döyüşdükcən, menecerlərimi təklif bəli, hər dəfə döyüşdükcən, yaxşı döyüş göstərdikcən, yaxşı performans göstərdikcən artıq sənə təkliflər də olur. Sən o orqanizasiyada yaxşı döyüş diqqət mərkəzinə düşürsən. Bəli, oradan, diqqət mərkəzinə düşəndən sonra artıq menecerlər səndən maraqlanır və çalışırlar ki, səni öz təşkilatlarında görsünlər, orada maraqlı döyüşlər göstərəsən. Yəni şükür Allahın böyüklüyünə, Allaha sonsuz O şükür olsun. yarışlardan yadında qalan ən maraqlı hadisələrdən biri ki, həmin o hadisənin də içində kimlər varsa, onlara rahatçılıqla deyə bilərsən ki, Fərdanın verilişində idim o özü. Girib bir dənə YouTube-da baxarsan, gör onu necə danışmışam. Çünki bilirəm ki, hadisələriniz çox bol olub da sizin üçün. Ölkədən çıxdınız, artıq hekayələr başlayır da, hər şey dəyişir. Yadında qalan, gülməli, hər dəfə dostlarınızla yadınıza düşəndə çox güldüyünüz bir hadisə olubmu? Mən əminəm ki, olub. 100% olub. Başqa verilişlərdə görmədiyim üçün bunu səndən istəyirəm ki, özün üçün də Olub, maraqlı. amma başqa verilişlərdə danışmışam, müəyyən maraqlı hadisələr oldu. Bəlkə mənim qarşıma çıxmadı, amma burada da Maraqlı danışa bilərsən. hadisələr Bəlkə çox burada olub, danışma. Ya bizdə elədir ki, bilirsən necədir, təlim məşq toplanışı. Gedirsən, yollanırsan uşaqlarla bir yerdə, komanda ilə bir yerdə, istər-istəməz də. Yəni olub. bir yerdə yat, bir yerdə dur. Yəni belə çox olub, demək olar ki, hadisə tərəfi olub, çox olub. Yəni bilmirəm, Məsələn? efir vasitəsilə. İndi elə şeylər var ki, o burada. YouTube'dur, rahat danış, olmasa oraların burasını bağlayarıq. Tamaşaçını və mənim Buraların özümə də çox kəsəcəksən də maraqlı. yəqin ki. Kəsəcəm əlbəttə ki. yaxşı. Şey yox, buraları dekoru Yəqin yox. ki, buralarını efirə verməyəcəksən. O qədər olub ki, misal üçün. Hə, de. Bir dəfə deməli təlim məşq toplanışına getmişik. Getdik, girdik zala. Zala da təzə düşmüşük, heç kimi tanımırıq, bilmirik. Burada yoxsa Yox, kənarda? Amerikada. Amerikada. Bizdə də elədi ki, hər çəki kateqoriyasını misal üçün 70 kiloda döyüşən idmançıları yığıblar hamısını bir tərəfə. Ağır çəkidə döyüşən idmançıları yığıblar hamısını bir tərəfə. Elə oldu ki, bizi ayırdılar, yığdılar setkanın içinə. Mənim bir məşğullaşım var, Turar Rəqimov. O qayıtdı dedi ki, bəs bir dənə qırğızla işləyirdi. Qırğız deyirsə Kazaq idmançı idi. Bu da başladı bununla möhkəm işləmə. Bu da çək yarışa hazırlaşır.
çəki salırdı. Diyetadaydı. Hı. Diyetada olanda da adam biraz zəif olur da. Enerji istərsən, olmur. hə. O da bundan ağır işləyir. Ağır işləyirdi. Round qurtardı, çöndü Məqatibə Tofiq. Götür bunu məhv elə də, bunu cırıq-cırıq eləcəklə. Çeynə bunu, Tofiq. Döyəcəklə bunu. Akaç o da komuk dilini bilir. Çöndü qayıtdı dedi ki, adın səndən. Nə dedi Allah? Dedi, çöndü qayıtdı Azərbaycanda bizim komuk dilini bilir. Hə, O da oxşayır qayıtdı da ki, deyir. qardaş, mən də müsəlmanam da, mənlə niyə belə işləyirsiniz? Başa düşdün necə? Üç gün belə çöndüm, gördüm ki, bu da başa düşdü necə? Azərbaycan dilini Akaçı başa düşür. Bilirmiş bizim dildə. Bilirmiş. Nəsə götürdüm bunu para. Bu da mənə deyir, bax acıqlayan bundan. Bunun başda döyməyədir. Bunu nə yemirsən, turşulla başı eşitirsən. Bununla qan su yerinə gedir. Ayda. Arada spor zad bura. Çöndüm dedim, mən sənin zibilivə düşdüm. Mənə lazım idi. O Mənə da belə ən maraqlı hadisələr olur ki, bizdə belə bir şey var Aha, idi. deyil. Gedirdik, məsəl üçün. Hı. Təlim məşq toplanışında kim kimi nəsə belə bir balaca qrup işləyirdisə, İşləmək yəni yəni belə aqressiv döyüşmək, hə. dalaşırdısa, döyüşürdüsə, biz onu buraxırdıq öz aramızda kuruqa. Başa düşdün necə? Kuruq yəni hara. Yəni Öz- təlim məşq toplanışı gedir. Öz 3-4 aramızda, nəfər aha. deyək ki. İş qurulur. Hamımız da eyni vestə idi. Məsələn görürdük ki, Amerikanlı da o bizlə möhkəm işləyirdi. Əzir və yaxud da nə edir. Onu ötürürdük bir-birimizə. Onun nəfəsini kəsənə kimi ötürürdük bir-birimizə. Bu beləsinə belə maraqlı tema. Birlik olmuşum, birlik. Olur. Qəşəng maraqlı. Əsas sənə gələn zənglər həmişə var idi. Əsas mən bu tanınmış insanlardan da, camiyəmizdən, öz camiyəmizdən deyirəm. Musiqiçilərdən varmı dostların, aktyor dostların varmı? Var. Bunlar sən tanınandan sonra müzə çıxdı, yoxsa öncəsindən bir dostluğunuz var idi? Hansı tip, məsələn, mənə maraqlıdır ki, Tofiq hansı musiqilərə qulaq asır? Məsələn, məşq eləyirsən tək, nauşnikdə öz musiqilərdən kimə qulaq asırsan? Çox maraqlıdır və adam bəlkə də adını eşitsə həmin sənətçimiz deyir, Tofiq mənim. Özü şəxsən yığar, təşəkkür eləyər sənə. İdmançıların bu tərəfi çox maraqlıdır yəni. Musiqi baxımından yəni həm xaricilər, həm belə idmançı həyatı bilirsən də, yəni hansı ki sən mahnı motivasiya verirsən. Motivasiya məşqdə, verən mahnılar. Motivasiya, yəni idmançının həyatında yəni motivasiya böyük rol oynayır da. Yəni o biraz ruh yüksəkliyi deyirsən ki, o məşqdə, yəni o sən görsən ki, bu O sənin o üzünə xidmət eləyir də. bəli. Bəs bu biri üzün, mən Yox, bilirəm belə- həm də duyğusalsan. Hə. Çünki sənin çıxışlarında da hiss eləyirəm birbaşa sözü deyən xarakterin var. Yəni orada bir duyğu yükü var. O yükü azaldan belə varmı elə bir musiqiçi Yox, olmadı var. belə? Misal üçün hamının həyatında elə bir insan yoxdur ki, enerjili mahnıya qulaq asmasın. Elə insan var ki, bir kədərli mahnıya qulaq asmasın. Aysa. Elə bir insan yoxdur. Yəni o yaş dövründənmi deyim, nə ilə müqayisə eləsəm düz çıxar bilmirəm. Yəni elə bir insan yoxdur ki, bunun həm kövrək tərəfi olmasın, həm də ki, Həm o üzü, bəli, həm bu üzü. Yəni var, qulaq asdığım mahnılar da var, niyə yoxdur? Zümzümə elədiyim varmı? Ya mahnı belə zümzümə eləyən deyiləm, amma belə mahnıya qulaq asan adamam. Həm də ki, yəni bizdə Primorski əhlində, yəni bilmirəm, yəqin ki, girib internetdə baxmısan, bizdə heç kim orada rəqslə məşğul olmayıb. Hı -hı. Amma belə oynamağı sevən adamlar daha çox var da, yəni. Düzgün də ritmi ilə. Hə, ritmi ilə. Yəni oranın da öz belə deyək də öz üslubuna uyğun biraz oynamaq tərzi var. Yəni mən bir rəqsi daha çox sevirəm. Bizdə də meydan olur ki, deyim sənə ki, Dur bir rəqs hər şeyin öz yeri var. Musiqi, Amma təbii ki, sözsüz. amma belə musiqidən qulaq asdığım müğənnilər var. Məsəl üçün Eyüp Yaqubova qulaq asmışam. Sonra sənə deyim kimə qulaq asmışam. Biraz köhnə Məhəbbət Kazımova qulaq asmışam. Ay can, məsəl Allah üçün. rəhmət eləsin. Böyük sənətkar. Hətta yarış udub gələndə bizdə uşaqlar story çəkirdi. UFC-nin işçisi bizi aeroporta yola salanda qoşmuşdu Məhəbbət Kazımova mahnısı. Hansı yadındadır? Onu burada fonda sənin üçün səsləndirərik, baxarsan. Nə bu? Meşəbəyi. Hə, Meşəbəyi. bomba mahnı. Meşəbəyi Amerikada yarış avtobusu ilə gəlirsə aeroporta. Maraqlı da, Nastirina yaxşı döyüş udmuş, o qalib gəlmiş. Düzdür, ağırlar var. Yüzbaş. İngiliscə başa sala bildin bu söhbət nədən gedir orada? İngiliscə dostlarım Onlarda ümumiyyətlə var orada. Meşəbəyi vəbşi? Onlarda inanmıram. Kim bunu Meşəbəyi niyə mahnı yazılsın? Yəni özdə bu cür Onlarda da gözəl səs. mesela o da qulaq asırdı mahnıya. O interesin idi. Həmin orada Nastirina yaxşı döyüşə qalib gəlmiş, yenə dediyim kimi. Üzbaş yaman gündə ağırlar var, amma
o ağrı da həzz verici ağrıdır da. Bəli, bəli. Asterinə yaxşı evə yola düşürük. 3 ayda evdə yoxsun. Yeganə deməslər ki, ağrıdan həzz alırdı Allah. Ya ağrı bizim müəllimimizdir. Müəllim də aysa ola. Biri var həyatın verdiyi ağrılar, biri də var ki, yəni necə deyim, o yaşadığın, necə deyim, o döyüşdən aldığın ağrılar. Ən böyük zərbəni ringdə almısan yoxsa həyatda? Valla deyərdim həyatda. Həyatda. Yəni belə ürəkdən elə ah çəkdim, elə yerinə düşdülər. Ha, onu hiss elədim ha. Yəni ən böyük, sən nə bilim, var həyatımızda bəzən elə insanlar var ki, biz onlara bəzən yoldaşlıq eləyirsən, qardaşlıq eləyirsən, əvəzində başqa şeylər görsən. Yəni o da bizim, necə deyim, insaniyyətliyimizdən, bizim saflığımızdan irəli gəlir yəqin ki. Biz hamını özümüz kimi bilirik, amma əfsuslar olsun ki, zamana buraxanda ən gözəl elə zamandır, ən gözəli. Vaxt zaman göstərir kimin kim olduğunu. Ən böyük müəllim. Bəli. Və mənə elə gəlir ki, mənim də həyatımda olub, sözsüz ki, biz də yəni sahə olaraq başqa-başqa sahələr olsa da, amma üzdə olan, hamının tanıdığı, mən artıq onlara dərs kimi baxıram, Tofiq. Yox, bəli. Onlar sadəcə bizi böyütmək üçündür. Və orada sən dərsini almasan, ondan da ağır bir dərs verir həyat sənə. Mən o şeylərə artıq imtahan kimi baxıram. İmtahan, ay sağ ol. Sən öndə ona dərslik kimi baxırsan. Hərənin belə deyək də, baxış bucağı biraz fərqlidir. Bəli, bəli. Mən ona bir imtahan kimi baxıram. Və oradan yaxşı qiymət alıb çıxman lazım. Kəsilməmən lazım. Bəli, gəldi, ağrı verdi, acı verdi, amma yıxılmadıq, ayaqdayıq, yəni durub gedirik də, başa düşdünüz. Duyğuların zədələnirmi o vaxt? O illərdə yaşadığın o münasibət. Çünki içdən sevmədiyin adamdan inciyə bilməzsən. Yox, təbii ki, yox, təbii. O bağlar var ki, səni o cür dərin yaralaya bilir. Yoxsa sən xətirvə dəymə elə bir asandır. Yox, desən ki, mən həyatımı buraxdığım adam, mənim həyatımın, necə deyim, insan var ki, o insan sənin həyatındadır, nə cürlə rol oynayır, onu bilmirsən də. Yəni, insan da var ki, sən bu insanla gündəlik bir yerdəsən, qardaşınla. Hər şeyi bölüşürsən. Yəni, dərdivi, sərvi, hər bir şeyi bölüşürsən. Yəni, təbii ki də bu insan sənin həyatında böyük bir rol oynayır. Və yaxud da uğra getməyində, və yaxud da uğra çatmağında, hər bir şeydə sənin yanındadır. Amma müəyyən bir şeylər var ki, görürsən ki, o insanlardan nankörlük görəndə təbii ki, o insan sənin həyatında bir iz buraxıb gedir də. Yəni ki, o insanın ağrısı, acısı, yəni olur təbii ki. O da bir müddət sonra insan alışır da. Görürsən ki, o insanın vecinə deyilsə, ondan körcasına yanaşırsa, artıq həyatdır. Harda olsa qarşılaşırsan. Münasibət də iki tərəfli olmalıdır da. Bir tərəfli münasibət yaşamır heç vaxt. Bilirsən necədir, Fərda? Həyatda, dostluqda, yoldaşlıqda, münasibətdə xəyanət varsa, o şeyə qayıdıb danışmağın adı yoxdur. Avtomatik. Xəyanət varsa onu silmək lazımdır yerin. Bəzi insanlar var ki, müəyyən yaşdan sonra onları silmək lazımdır. 100%, hə, çünki qaldıqca köhnə kaset kimi fırlanır. Bəli. Yəni sən o neqativ şeylə yaşamaq olmaz. Allah saxlasın. 2 evladın var da sənin. Bir oğul, bir qız. Bəli. Adları nədir? Birinin adı Teymurdur, birinin adı Melisa. Teymur, Melisa. Allah saxlasın. Sağ ol. Teymurla bir dənə balaca bir sənin zaxvat elədiyi videonu gördüm. Və ata ilə bağlarını bilirəm. Mən də bu yaxınlarda anamı itirdim. Allah bütün yerdə qalan valideynlərə, kimin valideynləri sağdırsa, əllərindən öpürük. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Ata ilə bağlarını bilirəm onu. Çünki səs Allahın qoyduğu elə bir aparatdır ki, dostluqdan da danışanda, yalan da danışanda, o səsin frekansı özünü göstərir. Bilirsən adam səmimidir yoxsa yox və bütün ruhunla ataya çox bağlı olduğumu bilirəm və bütün qələbələri də ataya həsr elədiyini bilirəm. Onu hiss eləmişəm çünki yəqin ki görür, mənlə qürur duyur, fəxr eləyir. O bağ ki var, siz dost olmusunuz mən bildiyim qədərilə. Çünki o dostluq olmasa, çünki sənin deyəcəyin indi sözlər çox gənclər var ki, ataları ilə bəlkə də o ailə içi neqativlər yaşayırlar. Elə bilir ki, atası ancaq bunun pisliyini istəyir filan. Sən deyəcəyin o 2-3 sevgi kəlməsi belə onların da aralarındakı soyuq bağları yumşalda bilər. Çox maraqlıdır. Necə dost olmusunuz, yadında nələr qalıb və o bağdan hal-hazırda öz evladıma, Teymura nələr ötürə bilirsən? Sən necə qura bilirsən o bağı? Orada yarımçıq qalan bağlar ki var, onları tamamlaya bilirsənmi burada? Çünki sənin də işin biraz... Yəni, bilsən necədir, Fərda? Yəni, həyatda ata ilə dostluq eləmək, ata ilə
hər bir hər bir insan həyatda yəni qalıcı deyil də. Yəni bu gün gözün qabağında gördüyün valideyn sabah Sabah görürsən. sabah görsən ki, yanında yoxdur. Yəni onun sənlə yaşadığı anlar, onun səninlə bölüşdüyü anlar hamısı necə deyim sənə, bir xatirə kimi qalır sənə. Necə ki, şəkillər bu günləri çəkdirdiyin şəkil önəmsiz kimi baxırsan, An olaraq. sabah sən o şəkillərə xatirə olaraq baxırsan. Yəni necə deyim sənə, valideyn elə bir şeydir ki, onun sağlığında gərək qədrini biləsən. Çox da maraqlıdır. İtirəndən sonra çox qəribə bir böyümə başlayır insanda. Çox qəribə. Sən necədir? qurban olum. Biz ümumiyyətcə insan elə bir varlıqdır ki, hər şeyi itirəndən sonra qədrini bilir. Niyə? Biz zamanında, vaxtında. Mən şəxsən deyirəm ki, bu gün mənim idmanda qalmağımın səbəbkarı mənim valideynimdir. Yəni Ata amma səni dəstəkləyirmiş, mən belə baxdım. Yəni atamın arzusu olub mən tanınmış idmançı olum. Mən onun arzularını, xəyallarını reallaşdırmaq üçün mən bu gün idmandayam. Yəni mən başqa bir sahə ilə də məşğul ola bilərdim. Yəni mən o kişinin arzularını yerinə yetirməyə çalışıram və günü bugünkü günə qədər də onun arzularını reallaşdırmağa çalışıram. Mən düşünürəm ki, bir övladın eşidə biləcəyi ən gözəl söz sənin atan yaxşı kişi olub. Yaxşı insan olub. Yəni bir valideynin həyatda bugünkü gündə deyərdim ki, valideyn övladının uğuruna sevindiyi kimi heç bir insan sevinmir. Düppədiz. Yəni yeganə varlıqdır ki, valideyn istəyər ki, övladı zirvələrdə olsun, övladı onunla da hörmətli olsun, onunla da Eşidə bildinmi atadan ki, sənlə fəxr eləyirəm oğul? Onu eşidə bildinsə, Yəni o yaşa təsadüf bir dəfə uşaq vaxtı o xatirə də var məndə, o şəkil də var məndə. Deməli, o vaxtı Moskvaya yarışa getmişdim, Rukapaşin idman növündən. Orada finalda erməni ilə döyüşürdüm. Erməni döyüşçüsünə qalib gəlmişdim nokautla. Onda o vaxtda qatarla geyib gəlirdik biz yarışlara. Onda atam mənə qarşılayanda, hətta məndə o şəkil də var. Instagram səhifəmdə də var. O TikTok səhifəsində də onu paylaşmışam. Atam mənə belə qucaqlayıb, mən də uşaq, yəni uşaq vaxtıdır. Əlimdə kubok, medal. Onda dedi ki, müəllimim göndərmişdi, videonu baxmışdı, demişdi ki, mən səndə fəxr eləyirəm. Ah, eşitmirsən o sözü. O sözü uşaq vaxtı eşitmişəm, sonra yəni mən atamı cavan yaşımda itirmişəm. Allah qəni-qəni rəhmət eləsin. Amma mən bu günləri onun arzuları ilə yaşayıram, onun arzularını, xəyallarını reallaşdırmaq üçün. Bir valideyn olaraq Tofiq bugün gənc atalara nə məsləhət görər? Oğlanları ilə hansı bağı qursunlar? Necə qursunlar? Bilirsən necədir? Bu günləri övladlarının, bu gün hər bir uşağın idmana sevgisi var. Sadəcə Bizdə oğlan uşaqları. oğlan uşaqları. Təbii ki, qız uşağından necə deyim, tam fərqli münasibət qurursan. Qız uşaqları biraz kövrək olur, atasına bağlı olur, həssas olur. Sənin bəlkə də ən uduzduğun yer elə evdə yəni qız birinə, balandır. əgər birinə sevgi istək göstərirsənsə, birinə nəsə diqqət edirsənsə, eynən anında o birisinə də göstərməlisən. Çünki Yəni orada yazır, Bəli, yazır. Yəni o vuracaqlar izini. anında kövrəkdir. Çox Olur hər bir evdə. Yəni çatdıra bilirsən ona yəni Tofiq qız bu qədər. uşağı evdə böyüdənlər daha yaxşı bilir ki, adicə oğlana bir balaca diqqət elə. Sıraz deyəcək ki, atam onu məndən çox istəyir. Yəni bu şeyləri, bu balansı saxlamağın özü biraz Bu da ən şirin imtahanımızdır. Bəli, bəli. O balansı saxlamaq lazımdır. Ondan da əlavə düzdür, anında bu günləri necə deyim, o uşağa anında diqqət eləmək lazım, anında dəstək olmaq Zaman lazım. keçirdə bilirsən bunlarla. Bəli, elə şey olur. Onlar mənim həyatımın ayrılmaz hissələridir. Yəni Maşallah olsun. futbola gedir, özümlə idman aparıram, Ay, gətirirəm. maşallah. Yəni kursa gedirlər, ingilis dili, rus dili. İstəyirsən öyrənirlər. döyüşsün. O çox Yox, verirlər o bilirsən suallar. necədir? Bax necə ki, mən özümdən analiz edirəm. Mən necə ki valideynlərim idmana aparmayıb, özüm getmişəm. Mən istəyirəm döyüşsün, amma mən onu məcbur eləyə bilmərəm. Hə, özü istəyərsən. Yəni özünün bilirsən necədir? Bir insan bir işi gərək özü sevsin, özü istəsin. Onda o işi necə deyim, o işi Doğrudan da o sevə işdə sevə fayda görür. verəcək o. Hə. Yəni o işə necə deyim, əmək verəcək, fayda verəcək. O işi sevə-sevə eləyəcək. O işi sevməsi üçün də necə deyim, Mənim piano ilə çalmağım kimi bir şey bəli, olacaq. onun işini sevdirməyə lazımdır ona. 100%.
Yəni valideyn onun həyatında elə bir rol oynayır ki, sadəcə ona qıraqdan istədiyi dəstəyi göstərirsən ki, o öz işini sevdiyi və o yanaşma tərzi, yəni bu günə həvəskar yanaşdığı tərz ona sabahki gün iş kimi yanaşsın ona. Bəli, bəli. Yəni sadəcə ona qıraqdan dəstək olmaq lazım. O təması elə düzgün O qurmaq sadəcə lazım. sevdiyi işlə məşğul olmalıdır və hiss eləməli ki, valideyn Bəli. arxasındadır, hər Bəli. zaman onu dəstəkləyir. Bəli. Disiplinini sevdiyin bir idmançı varmı? Yəni fərqi yoxdur, öz sahəviz olsun. Sadəcə disiplininə çox böyük hörmət elədiyin kim Yəni var? mən ümumiyyətcə həyatda disiplin insanlara həmişə həyatımın mərkəzinə qoyuram. Yəni bir insanda disiplin varsa, Zaten olmasa idmançı olmaz, mən inanmıram. 100%. Formalaşa bilməz. yəni ola bilər ki, necə deyim, hansısa bir görüşə geciksin, hansısa bir şeyə, amma öz sevdiyi, necə deyim, işinə, necə deyim, öz əmək verdiyi işə, yəni bundan faydalanır, bundan necə deyim, ailəsinə ruzi qazanır, bundan işinə diqqət eləməli birinci növbədə. Hər bir şeydə. Həyatda olur da bəzən bu yaşadığımız həyatda gecikmələr olur, nədəsə olur, amma öz işinə mən düşünürəm ki, hər bir insan bu cürlə yanaşır. Ki, yəni millətə, cəmiyyətə fayda verməkdən ötürü bir şey ki, idmançının həyatında ola bilər. Bunun bir dənə amalı var, o da bayraq qaldırır. Bəli. Millətinin bayrağını təmsil eləyir. Yəni işinə əmək verməlidir ki, millət də ona əmək versin. Bəli, bəli. Yəni 100%. bir şeyə əmək verməsən, oradan fayda Sən görmərsən. məncə yetərincə insanlarımız tərəfindən o sevgini, diqqəti hiss eləyirsən və yetərincə Təbii ki, sevirsən. Bir dənə qalır onun o birisi tərəfləri ki, əsas da maddi sponsor tərəfləri ki, yəni mən əminəm ki, hətta təəccüblüdür ki, nə əcəb indiyə qədər sənin yanında böyük şirkətlərin adı çəkilmir. Çəkilməlidir artıq. Məncə Olub mən Yaponiyada İnşallah. vuruşan vaxtı, yəni Yaponiyada mənim böyük, belə deyək də, fan kütləm olub. Yəni Yaponiyada mənim sponsorlarım olub. 2019-da olub, o da kontrakt baxımından qurtarıb. Amma Azərbaycandan elə bir şirkət olmayıb. Azərbaycandan açıq deyəcəm. Yəni mənim bugünkü gündə də şəxsi adımdan başqa heç nə yoxdur. Yəni sponsorum olmayıb. Baxmayaraq ki, mən UFC səviyyəsində döyüşçüyəm, UFC-də döyüşürəm, amma yəni olmayıb. Yəni indi də yoxdur heç. Yəni inşallah ki, növbəti illərdə olar, qismət olar, amma yəni acı reallığı deyirəm mən ki, əminəm yoxdur. ki, bizim bu proqramdan sonra çox proqramlarda qonaq olursan və sağ olsun digər həmkar dostlarım da dəvət eləyirlər. Çünki səni hər kəs tanımalıdır. Çünki ən möhtəbər turnirdə Çox sağ ol. bayrağımızı dalğalandırmısan. Mən əminəm mən bu proqramın da çox böyük qatqısı olacaq. İnşallah. Səni bu yüz tərəfindən də tanıyan insanlar elə ola bilər ki, elə bir nöqtəyə toxunar söhbətimiz ki, elə bu verilişdən sonra sənə istədiyin adının yanına yaraşacaq şəkildə sponsorlar ard-arda İnşallah. düzülər və mənə yığarsan ki, Fərda, sponsor tapıldı qardaşım dediyin kimi. Onda soruşacağam ki, Tobi, pulun neynədin? Aldın, almadın Tobi. Sən bir də amalınlar o da pul. Yox. Allah sən o qədər pul qismət eləsin, geçdirsən. O yeganə Sən bir deyirsən, şeydir mənim ki- pul gözündən görürsən, deyirsən. Sənin o sözündən tutmuşam mən. Bir o sözündən, bir də Hə. dedinə bu yaxında. Sən elə bil ki, mən o proqramda. dolların üstəki 2 ilə səhv salmışsan. Biz eləmirsən. Bu yaxında bir dənə də müsahibə baxdım, çox maraqlı. Əslində çox qəşəng yumor hissin var sənin. Aha. Sadəcə ola bilər o disiplin, o məşğul olduğun iş imkan vermir. O atla danışmaq məsələn var idi. Ha. Çox maraqlı gəldi. Aynen, Nə o danışırsan bir o kino atla? Bilsən nətədir? O istər-istəməz bir ixtiyar, bir sevgidir də. Bilsən necədir? Mən asudə Adı nədir? vaxtlarımda... Atın adı nədir? Aa, Bilmirəm atını. Yo. Amma söhbət elə bundan. Yo, atın adı var. Doğrudan da. Atın pasportuna zam var. Məsələn, elə adam var ki, onun pasportu yoxdur. Məsələn, İndiyəcə pasportsuz fırlanan adam var. hə, Black Gorse gedir, nəsə adı belədir. Qara qız da tipa belə. Yəni adla müraciət eləmirsiniz də? Yo, atı yenə adla müraciət edəcək. O ay gəl bura, o ay O gəl. proza pasportu var da, yəni belədir, bilirsən ki. Amma beləsinə doğrudan da Onun səni eşitdiyini hiss doğrudan da edirsən. heyvan da olsa insan necə hiss eləyər? Hiss də, eləyir ha. Yəni adicə sən onun at çapan adam bilir ki, yəni ki, atın üstündə balansı düzgün saxlamasan, ani bir moment o qədər
hissiyatlı heyvandır ki, yəni ani bir moment hiss eləyir də, yəni qaçan at başqadır da, yəni Sən onu hiss elətdir ki, düz oturmamısan. 100%. Yəni bizə hiss elətdirmək deyəndə ki, ani bir səhvdə səni yerə yıxa bilər, ani bir səhvdə. Həm də o qədər vəfalı heyvandır ki. Hə, onu. Yəni sən o sənin istəyini də bildirə bilir. O baxır sənin onunla qurduğun təmasa da başa düşdün necə. Ünsiyyətə baxır. Həyatında yaşananlara baxsan deyirsən. Hə. 3-4 dənə at olsaydı Ya yanımda. vallahi bir sən necədir? Doğrudan da bir Allah. sən mən asıda vaxtlar gedirəm at çapmağa. Gedirəm onu orada. Bilməyənlər üçün deyim, Gedirəm. Tofiqə bir at bağışlayıblar və at sevir, at Yəni mən sürməyi. O həvəskarıyam. atdan danışırıq əslində. Atdır, itdir. Yəni belə heyvanları mən daha çox sevirəm. Yəni uşaqlıqda da bir 4-5 dənə it saxlayan olmuşam belə. Amma mən belə bugünkü gündə yəni atı olan həvəs dəhşətdir də. Yəni o at çapanları bilə bilər ki, elə efir vasitəsindən baxsalar mənə düzgün başa düşür. Onlar mənə yaxşı başa düşərlər. 100%. Doğrudan da o belə işin içində olan adam. həm belə necə deyim, asudə vaxtını maraqlı keçirməkdən ötürü çox maraqlı. Mən elə mənim dostum var, Kənanla Sərvər elə çox vaxt elə gedirəm. Bir də Elçin gedir orada at çapmağa, Omar atçılıqda. Elə efir vasitəsindən Natiq müəllimə çox sağ ol deyirəm Omar atçılığın rəhbərliyinə. Biz də salamlayırıq. Hə. Bir gün gələcəyik Tofiqlə ora. Black Horse-la söhbət eləmək. Problem yoxdur. Yəni Black o Horse. atı olan sevgidən olur, atı olan istəkdən olur. Yəni Hə. onu özün yedizdirirsən, özün bəsləyirsən, özün çimizdirirsən. Yəni doğrudan da maraqlıdır, zövq verən bir şeydir doğrudan da. Çox at maraqlı. çapmaq. Onu inşallah Vallahi, onu qismət olar Bir gedərik anda yerə. o gəlib sən də təbii. Tanış olaraq onu. Yəni olub mənim həyatımda elə keçəndə verilişlərin birində dedim ki, demirəm bir xanım olub orada görəm Hə. atla danışır sonra. Yaxınlaşmışam dedim ki, nə danışırsınız? Nə danışa belə? bilərsən? Nə ay xanım sən Hə. atla, sonra Hə. öz başına Sonra gəl. öz başıma gəlir. Yəni beləsinə də o da bir sən də təbii istəkdən irəli gələn bir şeydir. Xanım əla deyib ki, hə, nə oldu Hə. müəllim, indi özün Hə. danışsan, nə Ay, sağ danışsan? ol. Yəni çox insan var ki, bu günləri geçsək hansısa bir atçılığa gedib harasa nəzər salsaq, yəni insanlara sevgi göstərməyi, ona diqqət eləməyi, onu necə deyim, təmizliyinlə məşğul olmağı, onu yemləməyindən və çox maraqlıdır, zövq verən bir şeydir. Sənin bax, bu üzvü də burada tanıdıq. Bu tərəfləri bir tanıdıq. İnşallah qismət Həm, olar bir yerdə gedərik. Bir söz də sənə sırf qardaş kimi deyəcəm. Buyur. Çünki mən də bu ölkənin vətəndaşıyım. Fərdə Amin olaraq tanınmağımı bir kənara qoy. Yəni bu gün aparıcılığa başlayan bir adam belə olsam, səndən aldığım enerji nədir bir qardaşım kimi? İdmançı var ki, var da çox insanlardır. Ünsiyyətdə olmamışam, amma müsahibələrinə falan qulaq asırsan da. Mən bilirdim ki, mən səndən həm söhbət ola biləcəm. Bu ilk proqramdır. Bu əslində bir risk idi. Çünki idmançıdır da adam, yanaşması başqa cür ola bilər. Səndə nə bilim, boy, buxun, danışıq, səmimiyyət, duyğu, həyatda keçdiyin nə varsa bütün mərhələlər, onların hamısının dərsini almış olğun bir adam kimisən. Səs dalğan belə idmançıya yaraşan. Düzdür, mən sən özümü parodiya eləyə bilmərəm, amma mən səs eləyə bilərəm də. Mən uşaqlarla gedirik Amerikaya. Meşəbəyi. Yox, hərdən mənim dostlarım. Mən səsindən arada istifadə edəcəm. Yox, mən hərdən dostlarım var ki, misal üçün, məşğulaşım. Mən çox da Turar Rəhimov mənlə beləsinə səsimə görə zarafat eləyib. Bir də görsən zəng eləyirəm, mənim səs tonum birindən məndən danışır. Deyirəm, yaxşı da, bunun 2-2-sindən çıxar, 1-2 Çox üzrsən, batıb səsin sonra belə olur. Vallahi mənim səsim belədir. Orijinalı da. Yəni, mənim səsim belədir. Yəni, bu mənə tanıyan adamlar. adamlar. Döyüşçü səsidir də o, yəni. Yəni, döyüşçü səs deyəndə Allahın verdiyi bir səsdir. Mən Bəli. nə dəyişə bilərəm ki, burada? Yəni Allah səni tam döyüşçü Mən ruhunda yəni yaradır. mən rola girib belə nə qədər danışa bilərəm. Sən Yorular özün adam, təsvir ha, elə, amma yorular adam. Arada bir. Yəni şükürlər olsun Allaha, nə veribsə, nə bəxş eləyibsə, nə əlimizdən alıbsa, min şükür. Şükürlər Nə deyə olsun. bilərik? Yaxşı ki səni tanıdıq. Sənə Var ol. minnətdaram. Çox Zamanı sağ ol, ayırdın gəldin. Allah sənə var eləsin. Sənə bütün işlərində uğurlar arzu edirəm. Çox sağ ol. Nəinki döyüşlərində fəxr olunası olsan, Var nə ol. yaxşı ki bizimkisən Çox və sağ ol. bizlər həmişə sənin dayağındayıq. Allah Mənim razı olsun. böyük şirkətim olsa mən artıq sənin yanındaydım və əminəm ki tezliklə Allah o razı xəbəri olsun. də alacaqsan. Biz bu günlərin bu üzün ilk buraxılışını təqdim elədik sizlərə. Tofiq Musayev idi. Hər birimizin sevdiyi adam idi qonağımız. O üzündə bacardıqca zaten bilirdik, amma bu üzü ilə yeni tanış olduq. Mənə belə gəlir. Amma sadəcə bir sual qaldı ki, Tofiq pulu neylədin qardaş? Öpürəm səni. Onun yerini bilə bilmədik. Öpürəm. Yaxşı ki varsan Tofiq. Var ol qardaş. Təşəkkürlər. Sağ olun, bizi hər həftə izləməyi unutmayın. Öpülürsüz. Sağ ol qardaşım. Sağ ol.
Əzizlərim, sonda isə mənim xüsusi təşəkkürlərim var. Mənim və qonaqlarım üçün hazırlanmış bu gözəl divan və kresloya görə Wood Gallery MMC-yə təşəkkür edirəm. Növbəti təşəkkürüm isə bizim bu gözəl layihəmizin ərsəyə gəlməsində bizim üçün hər bir şəraiti yaradan Jet Cinema studiyasına sonsuz minnətdarıq. O yüz bu yüzdəydiniz. Hər həftə görüşürük inşallah. Öpülürsünüz.